Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Salam əziz və dəyərli Hadi TV kanalının tamaşaçıları, bu vaxtınız xeyir olsun. Hər birinizi Hidayət Çeşməsi verilişində xoş gördük. Hər axşam Bakı vaxtı ilə 21:00-da sizi əzizlərin evlərinin qonağıyıq. Gözəl, elmi və maraqlı mövzu ilə gəlirik sizlərin görüşünə. Fatimə günləri münasibəti ilə bu mövzumuza ara vermişdik. Yenidən Quranda ibadət mövzusuna qayıdırıq və biz neçə verilişdir ki, ibadətlərdən biri olan həcc haqqında söhbət edirdik. Dəyərli qonağımız çox əhəmiyyətli məlumatlar verdi, mühüm nöqtələrə toxundu və həccin necə ibadət olduğuna işarə edirdi. Bugünkü verilişimizdə də yenə bu mövzunu davam etdirəcəyik və bizləri YouTube kanalından izləyən dəyərli tamaşaçıları da salamlayırıq. Bu vaxtınız xeyir olsun deyirik və ekranda gördüyünüz nömrə vasitəsilə suallarınızı bizə göndərə bilərsiniz. Çalışağın aktiv iştirak edəyin, bilmədiyimiz dini çərçivədə hər bir suala yiyələnək. Və mən vaxt itirmədən studiyamızın dəyərli qonağını sizə təqdim edirəm. Verilişimizin qonağı cənab Hüccətül İslam, alim, ustad Sayvar ağadır. Ustad, mən sizi salamlayıram, çox xoş gəlmisiniz, necəsiz? Aleykümselam və rəhmətullah. Mən də əziz tamaşaçılara salam ərz edirəm. Siz hörmətli cənab Hüccət. Aleykümselam ustad, Allah ömrünüzə, elminizə bərəkət versin. Ustad, qaldığımız yerdən davam edək. Buyurun. Bismillahirrahmanirrahim. Və bihi nəstəin və sallallahu ala Muhammedin və alihi t-tahir. Allahümme salli Muhammed. İnnəs-səfa vəl-mərvətə min şairillah. Fəmən həccəl-beyt əv i'təmər fəla cunahə əleyh ən yəttəvvəfə bihima. Və mən tətəvvə xeyrən fə innəlləhə şakirun əlim. Həcc ayələrindən biri bu ayədir. 158-ci ayə Bəqərə surəsində. Mən əvvəl bu ayənin tərcüməsini ərz edeyim, sonra izaha qeydıq. Həqiqətən Səfa dağı və Mərvə dağı Allahın şəair və nişanələrindəndir, əlamətlərindəndir. Bu əlaməti Allah qoyubdur. Fəmən həccəl beyt, hər kim Allahın evini həcc yerinə yetirsə, əv etəmərə ya ömrə yerinə yetirsə, fəla cunahə əleyh, buna günah yoxdur. Bu Səfa-mı Mərviyə gedib gəlsin. Təvaf eləsin burada, yəni gedib gəlsin. Və hər kim xeyr iş görsə, və mən tətəvvə xeyrən, rəğbət ilə, eşqlə, ürəklə, fə innəlləhə şakirun əlim. Allah da unutmaz onu. Allah da şükr eləyəndir və bilir. Düz. Burada neçə məsələ var. Bir budur ki, Qur'an həcc əməlini, yaxud ömrə əməlini içində bəzi işlər qoyubdur. Həzrət Adəm də yada düşsün, Həzrət İbrahim də yada düşsün, Həzrət İsmail də yada düşsün, Hacər də yada düşsün, sonuncu Peyğəmbər də yada düşsün. Bir də o tarixi seyridir də. Yəni həcc unutmamaqdır mənəvi şəxsiyyətləri. Ayrı xeyirlərdəki var, biri də budur. Ona görə Allah-u Teala bəzi əlamətdar yerlər qərar veribdir ki, bunun tarixdə əlamətdar hadisələri var. Məsələn, bizim ibadətlərimizdən biri ehram bağlayırıq. İndi həccə ehram bağlayırıq, yaxud ömriyə ehram bağlayırıq. Sonra müəyyən əməlləri var. Biri də Səfa Mərvədə səy eləməkdir. Gedib gəlmək. İndi əvvəl başlanğıcı Səfadandır. Gedirsən Mərviyə. Bu birinci dövr olur. Qeydisən olur ikinci dövr. 7 dövr, yəni Səfada başlayırsan, Mərvədə qutarırsan. Bu əlamətdir insanın bu ibadətinə. Səfa başlanğıc əlamətidir. Mərvə bitmə əlaməti. Mərvə bitmə. Eyni haldakı əlamətdir, tarixi bir hadisə də içində vardır. Nədir usta tarixi hadisə? Biri Adəm və Havva məsələsidir. Əslən, Mərvə yəni xanım. Səfa Həzrəti Adəmin ləqəblərindəndir. Adəm Səfiyyullah. Allahın
seçilmişi məxluqlardan ki, Allah tamamı məxluqlardan Adəmi seçib özünə xəlifə olaraq ilk insan kimi. Deyirlər cənnətdən düşəndən sonra Səfa da Adəm düşübdü, Həvva da Mərvədə və ayrı-ayrı düşüb. Ayrı-ayrı bu cür. Bir nəqli tarix budur. İkinci tarixi nəqli budur ki, Hacər vaxtı su axtarırdı. Eyni halda ki, İsmaili də istəyirdi. Görsün, İsmail Məscid-i Həramın içində idi, haman yerdə ki, sonra Zəmzəm çıxdı. Yəni Kəbənin yanında. Bu su axtarmaq üçün İsmailə Səfadan gedirdi Mərviyə, Tazdan qeydirdi Mərvədən Səfaya və bir növ miraj kimi bir zat görsənirdi. Gün düşürdü bu beləncə bir səhra formasında idi. Ora səhra idi, ayrı zat yox idi. Deyirdi və su var. Gedirdi dalınca İlğim da, biz ilğim deyərik, gözə su görsənir səhra. Sonra qeydirdi, 7 dəfə bir cür getdi, gəldi. Bu bir sonra Həzrət İbrahim ilə İsmail cərəyanı Səfa Mərvədə baş verib bəzi cərəyanları. Allah-u Teala bu hamısını yığıbdı. Deyib qoy Səfa Mərvədə hacıların ibadətlərinə əlamət olsun. Allahın bu əlaməti ki, burada ayədə vardı, yaranış əlamətidir. Baxın, bir təkvin əlaməti var. Təkvin yəni yaranış. Bir təşrih. Kull aləm Allahın əlamətidir. Hara baxsan Allahın işi. Min şəairillah. Tamamı aləm Allahın əlamətidir. Allaha göstərir. Hər varlıq öz varlığı qədər Allaha göstərir. Öz varlığında nəzm-intizam qədər Allaha göstərir. Öz varlığında uyğunluğu qədər, yaranışı qədər, varlığının o qüdrəti qədər Allaha göstərir. Çünki özündə yox idi, veriblər biləsin. Pəs bir verəni var, bu xaliqi var, bu hadis idi. Termincə deyirlər, hadis yəni sonradan gəlmə idi. Pəs bunu bir nəfər bərpa eləyəni var. Tamamı aləm Allaha nişanədir. Allahın şəairidir. Bu bir növ şəairdir. Bir də şəair var, qanunvericilikdə olar. Nə yaranışda. Təşrih deyərik də. Təşrih şəraidir. O da məsələn, Allah-u Teala bir ibadət təyin edir. Deyir, bura ibadətin əvvəli olsun, bura axırı olsun. Kəbiyə biz qiblə deyək. Bu şəairdir. Amma daha hər yerə sən üst çevirirsən, Allah oradadır. Fəəynə tuvəllus səsəmmə vəçullah. Hər yerə sən üzvü çevirirsən, Allah o tərəfdədir. Allahın məkanı yoxdur ki. Allah hər yerdədir. Əynə ma kuntum huvə məkum. Amma Allah-u Teala bir qibləni bu unvandakı Allahın evi hörmət mənasında qibləni qərar verib, Kəbəni qərar veribdir və deyib siz namaz qılın ora. Bu əlamət qərarı vermək Kəbəni bu şəairdir, amma təşri aləmində, qanunvericilik aləmində. Yaxud Səfa Mərvədə ontaydı, Minada ontaydı, Ərəfədə ontaydı. Allah bu tal buyurur ki, gedin Minada, Minanı mən sizə filan gecələr ibadət yeri qərar verdim. Məşəri ibadət yeri qərar verdim. Ərəfəni ibadət yeri qərar. Bunlar hamısı Allahın o qərar verici, nə yaradıcı. Bir Allah-u Teala xaliqdir, bir şaridir. Xaliqdir, yəni yaradır. Şarid yəni şəriət gətirir. Qanun gətirir bizə. Bunlar o şariindən irəli gələn əlamətlərdir. Xaliqlığından irəli gələn əlamətlər tamam aləmdir. Tamam aləm Allahın əlaməti. Ona görə buyurur Səfa Mərvə Allahın əlamətlərdir ki, Allah qərar verib. Çünki Allah qərar veribdir, ona hörmətlə yanaşın. Belə yanaşmayın ki, bu nədir? Bu təpədir da. Düzdür, təpədir. Amma Allah sənin bu ibadəti və başlanğıc qərar verib, o da ibadəti və sonunculuk qərar veribdir. Bu cür baxmalıyıq. Sonra buyurur ki, baxın, bir ayənin izahın davamında bir nüktə ərz edeyim. Bəzi əməllər öz-özlüyündə də müstəhəbdir. Məsələn, insan namaz qılır, namazdan qabaq dəstəmaz alır. Dəstəmaz namaza vacibdir. Vacib müqəddiməsi vacib. Gərək vacibdir, dəstəmaz alasan. Yəni əvvəl dəstəmazdan sonra namaz.
Amma sən namaz istəmirsən qılasan. Dəstəmaz öz-özlüyündə müstəhəbdir. Müstəhəbdir, bəli. Öz-özlüyündə savabı var, insan dəstəmaz olur. Həccin əməllərində bir əməl var, öz-özlüyünə savabı var. Eyni halda sən Dəstəmaz kimi. bəli. Əlbəttə namazda içində var həccin əməllərində. O da müstəhəbdir öz-özlüyündə ayrıca. Bəli. Təvaf da müstəhəbdir. İnsan eləyə bilər, həcc eləməsin, ömrə eləməsin, gedib məsələn həccin yerinə yetirib, ömrəsinin yerinə yetirib, gedib Məscid-i Həramda oturubdur. Aha, dursun təvaf eləsin. Təvaf eləsin. Ancaq bu müstəhəb. Bu müstəhəb. Təvaf öz-özlüyündə müstəhəbdir. Namaz öz-özlüyündə müstəhəbdir. Amma da səy öz-özlüyündə müstəhəbdir. Səy ömrənin içindədir. Aha. Ya həccin içindədir. Ömrə 7 əməldir, bəzi ömrələr də 5 əməldir. Ömrə 2 növdür. Bir tək ömrə var. Bəli. Həccinə bağlı olmayan ömrə var. Adına deyirlər ömrə-i müfrədə. Təkdir, özüdür, ayrıcadır. Bu 7 əməldir. Ehram bağlayır insan, ehramdır. Ondan sonra gedir təvaf edir, gedir namaz, təvafın namazını qılır. Ondan sonra gedir səy edir. Ondan sonra gedir təqsir edir, yəni dırnağından ya saçından bir zat qıssadır. Sonra qeydir təvafın nisa edir, təzədən namaz. Bu 7 əmələ deyirlər ömrə. Müfrədə ömrə. O 2 dənə axırdanı çıx, 5 dənəyə deyirlər ömrə təməttu. O həccə bağlıdır. Yəni bir nəfər istəsə həcci yerinə yetirsin, o 5 dənəni yerinə yetirəcəkdir. Ta gözləsin, getsin, həcc əməllərində yerinə yetirsin. Amma bir nəfər həcc üçün getməyibdir. Ancaq tək ömrə yerinə yetirir. Məsələn, ayrı ilin adi günlərdə istəyir ömrəyə getsin, bu 7 əməli yerinə yetirir. Hər halda səy öz-özlüyündə müstəhəb deyil. Təvaf öz-özlüyündə müstəhəb. Ona görə Allah-u Teala burada səydən üçün danışır. Daha gəlir səyi həccə qeytərir, ömrəyə qeytərir. Ona görə davamında demin kim səy eləyə. Deyir, kim həcc eləyə ya ömrə eləyə. Niyə? Çünki səyin öz-özlüyündə nəyi yoxdur? Müstəhəbbiliği yoxdur. Buyurur ki, fəmən həccəl beyt o beytəmər. Yaxşı, bu birinci nüqtə. Bir nüqtə də budur ki, bilirsiniz, yaxçı işləri bəzən su-istifadə də eləyərlər. Yəni, belə deyir ki, yaxçı işlər həmişə o saflığı, qoruyub saxlayır. Qala düzlüğü. Ona görə Kəbəni cahiliyyət dövründə but aslamışlar. Təvaf edirdilər. Amma buta təvaf edirdilər. But da var idi içində. Bunlar tək Allahlığa da inanırdılar butpərəstlər, xaliq olaraq. Butlara da Rəbb olaraq inanırdılar. Yəni xaliqliyi inkar eləmirdilər, ateist də idilər. İnkarçı Yaradanı ümumiyyətlə inkar etmirdilər. Müstaqın səhv salmışlar. Allahı xaliq kimin qəbul edirdilər? Butları Rəbbilər kimin? Allah deyirlər yaradıb, yaradandan sonra da işi yoxdur aləmdə. Deistlər kimi də. Ondan sonra aləmi Rəbbilər idarə edir. Deistlərdə daha insana aid olur. Yəni insan özüdür öz taleyini. Əql hər şey əldə edir. Amma orada butlar deyirlər insanı idarə edir. Rəbbilər butlar edir. Hər halda Kəbəyə butlar aslamışlar. Ondan sonra Səfa Mərvə dağlarına but qoymuşlar. Səfaya da bir daha but qoymuşlar. Mərviyə də bir but qoymuşlar. Bəzi müsəlmanlar Səfa Mərvəni səy eləməyi ehtiyat edirdilər. Bunun ehtiyat havaq eləyirdilər. Bir budur ki, bəzi nəqllərdə vardı ki, ehtiyat elə Fəth Məkkədən sonra da ehtiyat eləyirdilər. Məsələn, deyirlər ki, burada qədim zaman butlar var idi. Biz niyə Səfa Mərviyə yaxınlaşaq? Çünki Allah Səfanı başlanğıc qərar verib, Mərvəni son deyir, biz bunlara yaxınlaşmayaq. Çünki onlarda bir zaman nə olubdur? But. Bir nəqli budur, bir nəqli budur, yox. Umrətul Qəzada bu iş baş verdi. Bilirsiniz, Peyğəmbər Əkrəm hicrətin 6-sında gəldi ömrəyə. Amma qoymadılar. Hüdeybiyyə sülhü bağlandı. Hüdeybiyyə sülhü Fəth surəsində geniş gəlib. Ondan sonra qərar oldu, cənəlisi gəlsinlər.
O genəlliyi gəldilər, peyğəmbər şərt elədi ki, butları Səfa Mərvə dağından götürsünlər. Düz. Bunlar da götürdülər 2-3 gün. Amma 3 gün götürdülər ya 2 gün götürdülər. Ondan sonra bəzilər ki, əməlləri gecikmişdi. Bunlar o gün ki, istəyirlər Səfa Mərvəyə səy eləsinlər, təzədən butları qoymuşlar. Bunlar qaldılar ki, indi biz səy eləyək bu butların yanında nə cür olar? Allah-u Teala bu ayəni nazil elədi. Dedi, o but gəlmədi. Siz o iki əsasdır, köçdü, ona baxın. Əhsən. O but orada olmağından bu da sən Səfa Mərvə eləsən, butpərəst oldun. Ona görə deyir, kim təvaf ömrə yerinə yetirir, ya həcc yerinə yetirir, buna günahı yoxdur, eybi yoxdur, müşkülü yoxdur, Səfa Mərvədə səy eləsin, getsin, gəlsin. Müşkülü yoxdur, bu mənası bu da ya, eləməyə də bilərsən. Eləməyə, yox, bu mənası zehnilərdə o şübhə var, onu aradan aparsın. Deyir, sənin bu şübhən şübhə deyil. Bunun nüktəsi də budur ki, bəzən insan təmiz yerlər insanlarındır. Parçalar insanlarındır. İndi bir parça xərablayıblar, bu mənası bu da ki, möminlər o parçada getməsinlər, daha çox xərab olsun. Düz. İnsan gərək möminlər huzurları paç yerlərdə, müqəddəs yerlərdə, qeyri-müqəddəs yerlərdə, o yerlər ki, cəmaat üçündür, getməliylər və bu mənası bu deyil ki, o üçün su istifadə edirlər, biz ondan düz istifadə eləməyək. Nüqtəsi bu ayən bu da, deyir, onlar but qoyublar, amma o but buranın kökündən deyil. Buranın kökündə Həzrət İbrahim, Həzrət Adəm var, Həzrət İbrahim var. Ona görə sizə eybi yoxdur, gedib Səfa Mərvə səy edəsiniz. Sonra davamında buyurur ki, və mən tətəvvə xeyrən. Baxın, Allahın ölçüsü zahiri əməllər deyil fəqət. İnsan rəğbət ilə xeyr iş görər. Eşq ilə Allah yolunda salih iş görər. Əlaqəsi olur. Maraqla düz işlər görər. Nə zorla, nə həvəssiz, məcbur. Allah da bunu unutmaz, şakirdir. Bu ayə əcib sözdür. Başqa ayələrdə Allah bizə deyir, şükür eləyin. Burada özünə şükür. Burada deyir, Allah sizə şükür eləyər. Allahın əslən bu ayədə sifəti şakirlik sifəti kimin? Deyir, sən xeyir iş görsün, mən sənə şakirəm. Əvvələn bu Allahın nəhayəti rəhmətidir bəşərə. Nəhayəti diqqətidir bəşərə. O zərvə insanlara lütfüdür. Niyə? Elə bir biz Allaha iş görürük. Allah bunu əvvəl qəbul eləyir. Deyir ki, mən sən düz iş görəndə elə bir mənə xeyri var. Xeyri yoxdur ki. Bir təşəkkür edir. Allah bəzi terminləri mənə rəhmət olaraq göndəribdir. Deyir, mən sənin əməlləri alıram. Əcr verirəm. Əcr yəni zəhmət haqqı da. Sən Allaha nə iş görürsən, zəhmət haqqı verirsin. Heç. Hər nə iş görürsən, özümün ruhun üçündür, özümün inkişafın üçündür, özümün paçlaşmazın üçündür. Amma Allah deyir, mən alıram, eybi yoxdur. Mən əcr verirəm, eybi yoxdur. Burada da deyir ki, mən şükür edirəm. Elə bir sən Allaha bu həcc məsələsində, İslamın qüdrətini gücləndirmək məsələsində, müsəlmanların vəhdətini göstərmək məsələsində elə bir Allaha bir iş gördün. Allaha iş görmədin ki, insan bir iş gördü dünyada, o səadət proqramı biraz güclənsin. O yenə də axırda qeydir kimə? İnsan özünə. Amma Allah o qədər bəşərə lütf var ki, deyir, mən şükür edirəm. Yaxşı. Allah şükür nə deməkdir? Bəli, Allah necə şükür edə bilər? Baxın, mən buna bir misal vurum. Bəli, aydın olsun. Aydın. Quranda Allahın bir şükrü var bir yerdə. İnsanın düz işini Allah heç vaxt unutmaz. Sən bir xeyr iş görsən qonşuva ya bir dostuva, sidq ürəklə də, eşqlə. Həmişə mümkündür bəzi vaxtlar unuda. Bəli. Yəni indi bir iş görmüsən, bir 20 ildən sonra da yadındadır. Allah deyir, mən sənin xeyr işi ver. Nəslündə də yadımdadır. Bərzəxində də yadımdadır. Qiyamətində də yadımdadır. Heç vaxt mən sənin xeyr işi unutmaram.
Şahidlərdən biri Allahın şakirliğin misalını deyirəm. Allah Həzrəti Musaya ki, Xizrə dedi, getdər ondan örgən. Örgəçliklərindən üçüncüsü nə idi? Uşaq məsələn. Bu idi ki, o çətdə, o yerdə, məskuni yerdə ki, bunlar girdilər. Divarda. Heç nə su vermədilər, çörək vermədilər, heç nə bunlara təzra eləmədilər, bəli. Amma Həzrət Xizr Həzrət Musaya göstəriş verdi ki, gəl buranı, burada bir bina var, duvarı yarımçıqdır, bəli. Bura duvarını tikək. Bəli. Həzrət Musa narahat oldu. Dedi, bunlar bizə bir bələm hörmətsizlik, biz bunlara da bir iş görək. Orada sonra sirrin ki, Həzrət Xizr deyir Həzrət Musaya, deyir, mən onlar üçün görmədim ki, biraz onların əleyhinə gördüm. Mən onların xasiyyətlərindən başa düşdüm, bu yetimlərin malı təhlükədədir. Onlar xəsisdilər, pulpərəstdilər, tamahkardılar, dünyaya meyilli adamlardır. Görsən, bir daha sudan geçmədilər, bir daha çörəkdən geçmədilər. Bu iki yetim, bu ərazi onlarıncıdır. Burada ərazinin içində xəzinə var, ərazinin içində bir qiymətli əşya var. Bu duvar yavaş-yavaş üzə çıxsaydı, xərab olsaydı tam, onlar üzə çıxacaqdılar. O xəsis insanlar ki, sudan geçməzlər, bunlardan heç vaxt geçməzlərdi. Mən onların xasiyyətlərindən başa düşdüm ki, bu yetimlərə zülm olacaqdı. Yaxşı, bu yetimlər kim idi? Bunun xasiyyəti nə idi? Quran deyir ki, bunların əbəvahu salihayn. Bunların ata-babaları salih idi. Allah onu unutmadı. Ata-babaları rivayətdə var, özdə birbaşa ata-babaları yox ha, 7-ci ulu babaları. Allah 7-ci ulu babanın salihliyini nəslində, zürriyyəsində unutmur. İndi bu yetim insanlar, bu zürriyyə behişdə geyəcək, getməyəcək, o ayrı məsələdir. O özünün cənnəti öz əməli ilə qazanmalıdır. Amma Allah-u Teala insan sevinər ki, nəslində xeyr əməlləri görsənsin. Deyir, mən görsədərəm, nigaran olma, mən şakirəm. Sənin salihliyi bir göstəriş verirəm öz oliyama ki, sənin bu ərazi, nəvələrimin, nəslilərimin ərazisini qoruyurlar. Bu Allahın şakirliyidir. Ki, Allah insanın əməlini, salihliyini nə nəslində unudar, nə bərzəxdə unudar, nə qiyamətdə unudar ki, ona da şahidlər var. Bəli, çox gözəl ustad, əhsən, Allah razı olsun. Qısa fasiləmiz var, davam edəcək. Dəyərli tamaşaçılar, xatırladım ki, siz Hidayət Çeşməsi verilişinə canlı olaraq baxırsınız. Qısa fasilədən sonra verilişimiz davam edəcək. Bəli, dəyərli tamaşaçılar, fasilədən sonra verilişimiz davam edir. Ustad, icazənizlə suallara başlayaq. YouTube-dandır, səhv eləmirəmsə sualımız. Salam, Allah köməyiniz olsun inşallah. Aleykum salam. Sual. Nə üçün bəziləri Allaha imandan dəm vurur, amma əxlaqi rəzalətlərdən çəkinmirlər? Əvvələn bunun bir elə özü sualında cavabın yerləşdirir bir sualında. Dəm vurmaq imandan həmişə iman deyil. Bəli. Elə dəm vurmaq odur ki, imanı zəifdir, usta. O üç insan. Qalətil ərab amennə. Qalət olsa, iman dildə olsa, əməldə də həyatda təsir olur. Biri budur. İkinci düşdə də budur ki, hətta iman dəqiq də olsa, düzgün də olsa, onu yetişməsin, o iman yavaş-yavaş zəifləyər. Quran deyir, bir sıra insanlar zəiful imandılar. Bəzi insanlar, ərz edədim imanlar, dildədir. Bəzi imanlar yox, qəlbidə olar, amma nə cür imanlar? Zəif olar. Zəiful iman. Sən termin var Quranda. Zəiful imanlardılar. Bunlar hadisələrdə özlərini itirərlər. Əsəblənərlər. Bəli. İman o problemə düşəndə, çətinliyə düşəndə iman gərək güclənə getdikcə. İman oxşayır bir dana gülə. Gətdin evə, o gülə su verməsin, havalandırmasın, vaxtında baxmasın, solacaq. İman da cürdür. İmanı elə mən Allaha inanırdım. Bəli. Biraz günah eləsin, inanırdım, onlar Allaha şək. Əhsən. Qiyamətə şək. Bəli, biraz da günah eləsin, vəxşi qoyursan qırağa. Əhsən, çox gözəl ustad. Növbəti sualımız YouTube-dan. Dəyərli ustad Sayıvər
ağanı və Emil müəllimi salamlayırıq. Aleykum salam. Allah razı olsun. Namaz, Allaha səcdə ibadəti təkcə müsəlmanlara aiddir, yoxsa keçmiş qövmlər də bu şəkildə ibadətə riayət ediblər? Bizim şəkildə olan ibadətə yox, bu müsəlman şəriətində var. Amma namaz adı var. Bəli. Başqa şəriətdə Yahudilərdə də var. Bəli, hətta Hz. İsa beşikdə vaxtı danışdı möcüzə olaraq buyurdu ki, "Ovsani bis-salat və zəkat ma dumtu hayya." Allah mən ki peyğəmbər oldum, Allah mənə dəstur verib, tövsiyə edib ki, namazı, zəkatı o vaxtacan ki, diriyəm bu iki dənə işi əl çəkməyəm. Yerinə yetirəm. Namaz Hz. İsa'nın beşikdə danışığı sözlərdəndir. Və o birisi peyğəmbərlər də, məsələn, Hz. Zəkəriyya mehrabda yusalli fil mehrab. Yəni, vaxtı namaz qılırdı, bişarət verdilər Yəhyanı biləsinə. Düz. Ona görə namaz ayrı şəriətlərdə də var. Olub, amma bu şəkildə yox. Keyfiyyət fərqidir. Bəli, tam. Salam. Ər-arvad arasında ev işlərin bölüşdürülməsi münasibətlərin möhkəmlənməyinə necə təsir edir? Axı, bölüşdürülmə də içinə odur. Biz gərək qeydək o kökə. Bəli. Ailənin binörəsi qeydir əvvələn bir-birini başa düşmək, bir-birinə bağlı olmaq. Düz. Kökü budur ki, başlanğıcda bir-birini bağlı olurlar, məhəbbətlər olar, başa düşərlər, bu bir. İkincisi, həyat davranışında da bir-birlərinə məhəbbətini çoxadarlar və əfv-i güzəştini çoxadarlar. Ki, Quran buna ailələrində deyir, məvəddət və rəhmət. Yəni, ailənin əsas təməlini bir qarşılıqlı məhəbbətin güclənməsi etdikcə. O da qarşılıqlı məhəbbətin güclənməsi, o da gül kimindir, yetişməlidir. Əhsən. Yəni, çağırışda hörmətli çağırış, rəftarda, sözlərini bir-birlərinə qulaq asmaqda, bir-birlərinə başa düşməkdə, hörmətinə, söz çatdırmaqda, hörmətinə, tənqiddə də hətta hörmətinə o sərhədlər. Bundan məhəbbət böyüyər. Bir budur. İkincisi də bəzən insanlar məsum deyirlər, səhv edə bilərlər. Ürəyi geniş ola əfv eləyə bilər. Ürəyi geniş ola bağışlaya bilər. Buna deyirlər ehsan davranışı. Yəni rəhmətlə də. Bu iki dənə təməldir əsas. Amma gələk indi ailəndə bölaq işləri. O iki təməl olsa, o iki təməldən irəli gəlsə bölsək, inkişaf var. İnkişafdır. Əslən bölmə bu məhəbbəti də çoxaldar. Amma yox, savaşmadan məcburi bölsək, ki də bu dinə ayrı forma. Çox gözəl. Səsli sualımız var, dinləyək. Salam aleyküm. Axşamınız xeyir. Səs zəifdir. Ozan, bir nəfər bir ateistlə bir yaxın adamın da söhbət olub. O ateist indi irad tutub ki, Quranda Ali İmran surəsinin 54-cü ayəsində ki, Allah deyir ki, onlar məkr elədilər. Allah da Allahu xayrul makirin. O ayəni indi o tərcümə edir ki, o ateist. Yəni Allah əstəğfurullah nəzbət deyir, hiylə eləyənlərin ən yaxşı hiylə eləyəndir. Yəni Allahı barədə belə hiləgər sözünü işlədir. Yəni deyir Allah belə deyir. Mən də ona xəbər göndərdim ki, o elə deyir, düz tərcümə deyir. Orada Allah da deyir ki, yəni hilə eləyənlərin ən yaxşısı qarşısını alan Allahdır. O da indi bilmirəm qəbul elədi, eləmədi, səhv eləmirəmsə razılaşmadı. Xahiş edirəm bu aya barədə biraz siz açıqlayardınız. Allah köməyiniz olsun. Allah razı olsun. Təşəkkür edirik bizim daimi tamaşaçımız. O ki ateistdir, o Allah'a inanmır ta Allahın işlərinə nəzər versin. O Allahın işlərindən biridir. Əvvəlcə Allah'a inanasan, sonra işində nəzər verəsən. İşində deyəsən bu iş düzdür, səhvdir. Allah əgər kökündən olmasa da işi də kökündən olmazsa. Düz. Yəni bu səhv sözdür bu danışığı. Yəni elə bir nəfər materialistdir. Bəli. Gəlir deyir ruh yoxdur. Sən paradoks olur da. Maddə deyil ki, sən onun barəsində nəzər verəsən. Sənin ölçün budur ki, maddə barəsində deyəsən, maddə var ya yoxdur. O sənin dairəndən xaricdir. Sənin açqın o görmür. Düz. İnsanın qulağı məsələn müəyyən səsləri eşitmir.
müəyyən herzdə səslər eşidir. O dairəsi odur. Bu da ki, əvvəl özünün ateistlikdən çıxasın, Allaha qəbul eləsin, ondan sonra gəlsin işin barəsində bəhs edir. Bu birinci nüqtədir. İkinci hilə sözü ərəb dilində çarə qılmaqdır. Çarə qılmaq üçün nə odur? Bir mənfi çarə qılmaq var, bir müsbət çarə qılmaq. Hər ikisində də hilə sözü işlənər, məkr sözü işlənər. Məkr öz-özlüyündə mənfi bir kəlmə deyil. Zatında o qubhluq yatmır. Yəni zatında bu deyil ki, yəni hiylələmək, çarə qılmaq. Bəzi insanlar çarəni yalan danışmaqla, çarəni hoqqabazlıqla, çarəni münafiqliyyəsinə həll edərlər. Bəzi insanlar ayrı model həll edərlər. Allah-u Teala deyir ki, mən ən yaxşı çarə qılanam. Bəli. Onlar da hiylə eləyirlər, istəyirlər çarə qılsınlar. Amma mənfi yolda çarə qılırlar. Məkr edirlər, mənfi yolda. Amma mənim məkrim müsbət çarə qılmaqdır və onlardan da daha gedişdir. Əhsən, çox gözəl usta. Salam. Məddahların dini toylarda musiqi ilə oxumasının hökmü nədir? Musiqi öz-özlüyündə kamil haram deyil. Bəli. Sən növbəti sualda dedin, bütün musiqi növləri haramdır. Elə buna da bir də cavab ver. Bütün musiqi növləri haram deyil, elə o deyirəm. Bəli. Buradan gəlib başlayaq. Musiqi növlərinin hamısı haramdır, ya hamısı haram deyil. Ölçüsü nədir? Meyarı nədir? Meyarı musiqi ğina olsa haramdır, ğina olmasa halaldır. Halal. Amma ğina nədir? Ğinanın izahında çox sözlər yazıblar. Amma o için indiki fətvalarda əksərən qəbul edirlər. Budur ki, insan bir növ musiqi olar ki, uyğundur şəhvət məclisinə, uyğundur günahlar məclisinə. Onun sözləri ya tonu, notları, məsələn caz musiqidir, bir notu ki, ya rock, pop, notu şəhvət, həyəcana gətirmək üçündür. O forma günah məclisini qızışdırmaq üçündür. O olsa olar ğina. İstəyir indi məddahlarda olsun, dini toyda. Əgər ğina oxunursa bu forma onda fərq eləməz. Quran oxumaq da ğina ilə haramdır. Bəli. Yəni onun fərqi yoxdur. Amma yox, ğina olmaya. Yəni o not ki ondan işlədilir, o not şəhvət məclisinə uyğun olmaya. Orada da oxuyanlar işim yoxdur, o məxsus ora deyil. Bəli. Yəni ona aid də müştərək bir notdur. Əhsən. Onun işğalı yoxdur. Çox gözəl. Selamun aleykum. Sumqayıtda namaz qəsr düşür şəhərdən, yoxsa necə? Baxın, biz şəhərləri ölçmürük ki. Qanunun biz deyə bildik. Yəni meyarın deyə bildik. Meyarın. İndi sabah şəhər böyüdü, çizildi. Dəyişdi. Əvvələn Sumqayıtda qəsr düşür, deyək Bakıdan deyə. Sual naqisdir. Bəli, bəli. Yəni Sumqayıtda mümkündür qəsr düşməyə. Bir nəfər məsələn Sumqayıtın kətlərindən gedə Sumqayıta düşməsin. Düşməz, bəli. Sual biraz naqis. Hardan Sumqayıt? Zahirən yəqin ki Bakını nəzərdə tutur da. Zahirən öcür məqsədim budur ki, bu bir şəhər ikinci şəhərə gedəndə ölçüsü budur. O şəhər arası, o ərazini ölçməlisən. Əgər bu axırıncı binayı ki, o birisi şəhərdən çıxırsan, çıxışından, ta o ikinci şəhər ki, məqsədində onun ilk binasına yetişənəcən, əgər 20 kilometr yarım oldu, bəzi müştəhidlərin fətvasında, 22 kilometr yarım oldu, bir sıra ayrı müştəhidlərin fətvasında, sənin namazın qəsridir. Məsələn, 25 oldu da hamı deyir qəsridir. Amma bu birisi 20 kilometr yarım, 21 kilometr, bunun fərqi vardı fətvalarda, gərək öz fətvasına riayət eləsin. Hər ustadları salamlayıram, verilişiniz daimi olsun inşallah, Allah razı olsun. Belə bir sual, qəza namazında 3-cü rükətdə təsbih ərbəni bir dəfə dedim və 4-cü rükətdə onu 3 dəfə dedim. Namazım düzdür? Bəli, heç işgal yox. Bəli. O ki, vacibdir bir dəfə. Bir dəfədir. Salam. Alim danışırdı bir verilişdə ki, qara paltar geymək məkruhdur. Əsaslandırdı ki, Muaviyyə və Abbasilər qara geyiniblər. Onda Həzrəti Zeynəb salamullah əleyha və qardaşından sonra qara geyinib və namazı hansı paltarda qılıb? Baxın,
Bəli. Cinə sual naqisdir. Qara giyinmək məkruhdur. Bəli. Davamı budur ki, illa məgər 4 yerdə, bəli. Bir də əza İmam Hüseynin əza məclisindədir. Onda məkruhluğu yoxdur. Bəli. Qara çadıradır qadınların, bəli falan. Salam. Axır vaxtlar müşahidə edirik ki, dindarlar iki dünya arasında qalıblar. Yəni elə fikir yaranıb ki, əgər dünyəvi insanlar kimi özlərini aparmayacaqlar, onlara geridə qalmış deyərlər. Halbuki dindar əslində ən öndə gedən sayılır. Bu yanlış fikirlə necə mübarizə edək? Əhsən, maraqlı sual. Maraqlı sualdır, amma sualı düz qurmayıbdır. Dindarlar yox, bəzi dindarlar. Bəli. Yəni bu sualı özü Ümumiləşdirmək olmaz. Özü ilə ümumiləşdirməklə haman Bəli, içinə girir, bəli. Duçar olubdur. Ona Çərçivəyə daxil olur. Bu sual düzgünü budur ki, bir sıra dindarlar bəli mümkündür. İman zəifliyindən olar, dinin dəyərini bilməməkdən olar, dinin anlayışlarını tam öyrənməməkdən ola bilər. Amma hər halda din və ilahi vəhyidir. İlahi vəhy hamıdan üstündür. Əhsən, çox gözəl. Salam, inşallah verilişiniz daimi olsun, Allah razı olsun. Sual: Allahla razı niyaz edəndə qəlbimizin dərinliyində olur ki, bir ləzzət hiss etmirik. Buna günahlar mane olur. Təkcə demək olmaz günahlar. Bəzən insan yorğundur da. Yəni bunun müxtəlif amilləri var. Hə, bir amildə fokuslana bilmərik. Bəli, bir amil. Əslən insan psixolojisində və həmçinin insan sosiolojisində, cəmiyyətdə və fərddə bir amilə söykənmək çaşdırıcıdır. Müxtəlif amillər yığışır, bu insan görsən ibadətdən ləzzət alır. Günah da ola bilər, yorğunluq da ola bilər. Bəzən insan hazırsızlıq da ola bilər. Ruh düşkünlüyü. Bəzən məsələn duaya hazırsızlıq girir. Bəli. Əgər duanın müqəddimələrindən düz qurulsa, görsən ləzzət alır duada. Bəli. Çox gözəl. Salam. Uşaq qorxanda möhür suyu içirdim deyirlər. Bu düzgündür. Mən necə şeylər bilmirəm. Bəli. Salam. Qadın qaşını aldırıb, amma məqsədi yad kişiyə göstərmək deyil. Bu halda günahdırmı? Qaş almaq üçün günah deyil. Bəli. Heç vaxt qaş almaq günah deyil. Amma insan vaxtı xanım qaşını aldırdı, zinətləndi, zinət hesablandı. O görə naməhrəmdən örtə. Bəli. Görsətməyə. Bəli. Bəli, Üstad çox gözəl. Allah razı olsun. Sonda bir dua edin bizə. Amin deyə Allahdan inşallah. istəyirik bizi Əhl-i Beyt maarifindən, Quran maarifindən uzaq salmasın. Amin inşallah. Üstad, mən də öz adımdan, veriliş adından sizə dərin təşəkkürümü bildirirəm. Dəvətimizi qəbul edib gəldiyinizə görə. Belə, dəyərli tamaşaçılar, bizə ayrılan vaxt burada tamam olur. Allah amanında gecəniz xeyrə qalsın.